Dünən mənə çox düşündürücü və maraqlı bir sual verildi. Deməli, sual nədir? Niyə mən ətrafımda bir kəsin başına bir hadisə gələndə onu düzgün analiz edirəm, düzgün istiqamət verirəm, düzgün məsləhətlər verirəm. Amma özümə qalanda, özümün hər hansı bir problemi olanda adekvat düşünə bilmirəm, düzgün reaksiya vermirəm. Bəzən çox aqressiv oluram, bəzən çox susqun oluram. Yəni burada duyğular fərqli olur hər bir insanda. Yəni niyə mən özümün həyatında baş verən bir prosesi özümə məsləhət verə bilmirəm? Bunun bir cavabı var. Bu nədən irəli gəlir? Ümumiyyətlə biz ətrafımızda olan insanları, ətrafımızda olan hadisələri çox gözəl müşahidə edirik, analiz edirik, meyarları ölçürük. Amma özümüzü, öz duyğularımızı tanıya bilmirik. Özümüz analiz edə bilmirik, özümüzü müşahidə etmirik. Edə bilmirik də deməyim, yəni bunu edə bilməmək, yəni deyil. Səbəb etmək istəməməkdir. Yəni biz özümüzü yetərincə müşahidə etmirik, analiz etmirik. Ona görə də başqalarına çox gözəl məsləhətlər verə bilirik. Çünki axı biz onu müşahidə etmişik, biz onu analiz etmişik. Onu niyə yaşadığını biz çox gözəl anlayırıq. Çünki qıraqdan biz ona nəzarət etmişik. Amma qıraqdan biz özümüzə nəzarət edirikmi? Özümüzü müşahidə edirikmi? Öz duyğularımızı tanıya bilirikmi? Tanımırıq. Biz hər zaman öz duyğularımızdan, öz hisslərimizdən, biz hər zaman özümüzdən qaçırıq. Nə qədər özümüzdən qaçacağıqsa, bir o qədər də həyatımızda baş verən bütün hadisələri tam fərqli şəkildə həll edəcəyik. Çünki özümüzü tanımırıq. Buna görə də əzizlərim, nə etməliyik? Birinci, özümüzü tanımalıyıq, özümüzü müşahidə etməliyik, analiz etməliyik ki, həyatımıza düzgün məsləhətlər verə bilək. Yəni, həyatımızı hansı yöndə dəyişəcəyimizi düzgün qərarlar verə bilək. Gününüz uğurlu olsun.